Dərbənd İslamın şiələri məskənidir. Bütün dünyada ikinci yer aladı Dərbəndlər şiə məzhəbinə, şiə İmam Cəfər Sadiq məzhəbinə. İmam Hüseyn aşığı Dərbənd. Dərbənd şəhərində Hüseynçilər eksikdir. Hüseynçilər bu Dərbənddə var, durub və duracaqlar. Dərbətdə əksəriyyəti Azərbaycanlı Dərbətdinin. O gələn adamlardır, 1 il, 2 il, 3 il yaşayırdı. Burada görəydik ki, doğrudan bu şiə məzhəbi çox doğru yoldur. Ona görə də hamısı şiə dinlə qəbul edib və bizi qaçıb bir yerdə olan məhərrəminin məscidlərdə bizə iştirak edirlər. Hələ biz səhətdə məsələ görsək bizim qəbirstanlığımızı, hansı ki, bir yaxı dövrdə, o qəbirstanlıq şahiddir ki, bir damın içində suyunu tapa bilmərsən, Azərbaycan xalqı şiə, əksəriyyəti şiə olur. Hamı Hüseynçi olurdu. Biz də məsəl üçün Allahın köməyini bugünəcə qoruyub saxlamışıq. Bundan sonra da Allah qoysa gələcək nəsillərə onu çatdırmağa biz əlimizdən gələliyik. Cuma məscidinin tarixi çox böyükdür. Lap qədim məscidlərdən birisidir. 1275 il tarixi vardı. Hələ o vaxtdan bu Cuma məscid şiələr əlindədir. Şiələr burada iştirak edirlər. Burada hələ bugünə qədər də bu məsciddə namaz qılınıbdır. Hətta o komünistlər vaxtindən məscidin damından azan verildi, şiə azanı. 43-cü ildən ta bugünə qədər o əzan verildi və ibadətimiz də şiə ibadəti möhrünü qoyub əlləri namazımızı da qılmışıq.